Salam əziz investorlar və treyderlər. Sizinlə məlumat və analitik xidmət sistem, Guru Markets şirkət haqqında ümumi məlumatdan başlayaq. Lazım gələrsə onu dayandıra bilərsiniz. Tədqiq olunan təşkilatın bütün parametrlərini diqqətlə nəzərdən keçirə bilərsiniz. İndi biz şirkətin cari fundamental göstəricilərini təhlil edəcəyik. Boeing Co. Ticker BA. Baxış 2 iyul 2025-ci il tarixinə olan məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets Korporasiya T. Boeing Company alt kateqoriyaya aiddir. Aviaprom təhlildə 16 şirkət iştirak edir. Tədqiq olunan şirkət üçün ümumi nəticə -10 baldan 2,5 bal. Alt kateqoriya üzrə orta nəticə 1 bal. Geniş şəkildə baxsanız, bütövlükdə bütün ABŞ bazarı çərçivəsində. Bütövlükdə bazar üzrə orta nəticənin 1,8 bal olduğunu görə bilərik. Mənfi reytinqə qarşı 2,5 bal Boeing Co. Şirkətin səhnələrinin qiymətinin hərəkətini müqayisə etməklə Boeing Co. və alt kateqoriyalı şirkətlər. 12 aydır hissləri görürük Boeing Co. 15%lik dəyişiklik göstərdi. 45,2% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Şirkətin bazar kapitallaşması Boeing Co. 158,2 milyard dollar dəyərində qiymətləndirilib. 362 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Şirkətin balans dəyəri 3,31 milyard dollardır. Və alt kateqoriyanın balans kapitallaşması 13 milyard dollardır. Fond bazarı və balans kapitallaşmasının paylarını müqayisə edərək aşağıdakıları görürük. İşğal olunmuş pay T. Boeing Company alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 43,697% təşkil edir. Balans dəyərinin kapitallaşması 25,746% təşkil edir. Alt kateqoriyada təşkilatın bazar və balans dəyərindəki payının qiymətləndirilməsi PIS -1 bal. Təhlil edilən təşkilatın heç bir borcu yoxdur. Şirkətin maliyyə öhdəliklərinin nəticəsi çox yaxşı 2 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriya üçün orta 0 ilə. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bazar dəyərinin mənfəətə nisbəti çox pis -2 bal. Son 12 ayda mənfəət -11,656 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 3,53 milyon dollar olacağı gözlənilir. Gözlənilən gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin qiymət-satış nisbəti 2:3-dür. Alt kateqoriya üçün orta qiymət 3,5-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin birja dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Son 12 ayda gəlir 69,450 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Gözlənilən gələcək satış həcmlərinin göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi PIS -1 bal. Marjinallıq -16,8%, alt kateqoriyada orta hesabla 10,4%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə gəlirliliyin qiymətləndirilməsi TOLED -0,5 bal. Alt kateqoriyalar üzrə kadrların sayı baxımından şirkətin payı 63,146% təşkil edir. Bu, bazar kapitallaşma payından 45% çoxdur. Şirkətin bir işçisinə düşən kapitalın məbləği 920 min dollardır. Alt kateqoriya üçün isə 1,329 min dollardır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın həcminin qiymətləndirilməsi yaxşı 0,5 bal.
Bir işçiyə düşən mənfəətin məbləği mənfi $67,8 min. Alt kateqoriya üzrə orta hesabla mənfi $39,9 min. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi TOLED mənfi 0,5 bal. Təşkilatın fərdi işçisinə düşən satış həcmi $404 min. Alt kateqoriyada $384 min. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən satışın qiymətləndirilməsi keçərli mənfi 0,5 bal. Satışa çıxarılan səhmlər 2,1%, alt kateqoriya üzrə orta hesabla 2,8% təşkil edir. Texniki göstərici RASO 14 şirkət üçün %58 səviyyəsini göstərir The Boeing Company. Alt kateqoriyada isə bu səviyyə təxminən 60% təşkil edir. Şirkətin səhmlərinin hazırki qiyməti təxminən $210. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən $226. Sifariş cədvəlinə baxaq, o sizin üçün əlçatandır. Bağlanmış şərhdə keçid. Sifariş cədvəli məlumat və qiymətləndirmə sistemi tərəfindən müəyyən bir mövsümdə tamamilə ictimaiyyət tərəfindən qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Səhmlərin təhlili nəticəsində The Boeing Company. Qiymətləndirmənin məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Sifariş açmayın, çünki bu video baxışdır. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets.